Hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Hamınıza sülh, əmin-amanlıq arzulayıram. Xahiş edirəm, məni dinləyin. Mənim bu çıxışıma öz münasibətinizi bildirin. Mən yenə də bu su ilə əlaqədar olaraq çıxış eləmək istəyirəm. Bu ovçuluq təsərrüfatlarının su təminatı ilə əlaqədar. Deməli, mən buradan yenə müraciət eləmək istəyirəm. Bir də təkrarən Ekologiya Təbii Sərvətlər Nazirliyində Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlzadəyə. Hörmətli Hikmət müəllim, mən sizə müraciət elədim. Sizin əlinizdə bir ordu ekologiya işçiləri var. 3 ovçuluq təsərrüfatının, Qızılağaz Milli Parkının və Muğan kanalının suyunun məcrasını dəyişərək külli fauna, floranın, bitki örtüyünün, ondan sonra canlı aləmin, biomüxtəlifliyin, ekosistemin qırılma təhlükəsi yarandı və yaranıb daha doğrusu. Heç bir tədbir görülmədi bu vaxta kimi. Heç bir tədbir də görməmişsiniz. Sərəncam da verməmişsiniz. Bu Rüstəm Məmmədov barəsində heç bir tədbir görməmişsiniz. Belə çıxır ki, bu Rüstəm Məmmədov bu ölkəni idarə edir. İndi bu son zamanda gəlib yığışıblar ora, o suyun mənbəyinə. Nəyin bahasına olursa olsun, Mahmudçala ovçuluq təsərrüfatından suyu döndəriblər ki, orada su balansı bərpa olsun. Mən də istəyirəm su balansı bərpa olunsun. Ancaq təkcə Mahmudçala ovçuluq təsərrüfatında yox. Zəvvar ovçuluq təsərrüfatında, Qırmızıkənd ovçuluq təsərrüfatında, dünya şöhrətli Qızılağaz Milli Parkında, Muğan kanalında. Çünki Muğan kanalında suyu kəsiləndə mən fermer kimi, mən mallarımı su içirilə bilmirəm. Mən özüm haradansa bir vedrə su tapıb gətirib içə bilərəm. Ancaq malın əli yoxdur ki, əylə kanalın dərinliyindən su götürə, vedrəni qoya qabağına su içə. Belə çıxır ki, burada ögey doğmalıq var. Ögey doğmalı da nədən gəlir? Deməli, Rüstəm Məmmədovun ətrafına yığışan sizin 3 saylı regional ekologiyanın işçiləri özləri üçün indidən şərait yaradılar Mahmudçala ovçuluq təsərrüfatında. Sabahdakı elə indidən quş ovlasınlar, cürbəcür işlər görsünlər. Düzdür, məni məcbur elədilər bu sözü deməyə. Mən məcburam. Eləməyin belə şeyləri. Əgər bu su varsa, bütün ovçuluq təsərrüfatlarında olsun, Qızılağaz Milli Parkında da olsun, Muğan kanalında da olsun, yoxsa heç yerdə olmasın. Mən indi tələb edirəm. Su Meliorasiya Naziri Zahir Mikayılovdan məni məcbur eləməyin, prezidentə mənim teleqrama verim. O böyük bəndə oradan yarılsın. Geçsin qoy dənizə, öz məcrası ilə qoy geçsin dənizə. Salyan, Muğan, su yığıcı, ötürücü kollektorunun qabağına vurulan böyük bənd yarılsın. Qanunsuz iş görürlər orada. Əgər mənə su gəlmirsə bir fermer kimi, mən niyə qoyuram o bənd orada qalsın, geçsin Mahmudçala ovçuluq təsərrüfatına orada, millət orada kef eləsin, quş vursunlar, nə bilim, nə eləsinlər, nə eləsinlər. Və sizin əlinizdə bir ordu var. Niyə tədbir görmüşsünüz bu məsələlər barəsində? Hikmət müəllim, məni məcbur eləməyin ki, mən ölkə prezidentinə bir yox, 10 dənə teleqrama verim. Ayıbdır. Sağ olun.